keçmiş muşumdan makyajsız pis gündə, yəni saçım başım yığılıb görüşə gedən adamam da. Yəni cəmaatın qızları qrim eləyib gedəndə mən yəni yuxudan durmuş vəziyyətdə getmişdim də. Yəni kaş elə bəzənib gedərdim, bəlkə də mənə bəyənməzdim. Rəfiqəm oxşursan, nə gözəl. Əcəmidə 4 otaqlı, hə, maklerlər gəldi. Əcəmidə 4 otaqlı ev, hə, sonra nətərsən, yaxşıyam. Kopya xalan. Almaniyadan izləyirik. Hələ çox izləyicilərim bura girə bilmir, mən bilirsiniz niyə? Paşinyanın vayına oturub, hələ müharibə qutarmayıb, orada bağlıdır internetlər, çoxu girə bilmirlər. VPN-lə girən girə bilməyince. Müharibə qutarıb. Kitab oxuyub öyrənirsən sözü. Var yoxuna nəhlət heç məktəb vaxtı kitab oxumurdum mən. Kitab nə də az? Oy Allah. Bakıda qalırsan? Hə canım, Bakıda qalıram. Niyə bəzənib oturmamışam, ona görə soruşursan. Görüm rayon qızıdır, yoxsa Bakı qızı. Görə o cırıq şalvarda oturam. Yaxam belə açıq oturam. Atatürk qıvırdırmamışam, elə bilsən kətçiyəm. Üzürlü say. Bu yallah, heç aramda dırnağım zadım yoxdur. Uşaq ona görə bilmirik kətçi. Bu hə, bildim. Üzürlü say, sən mənim canım. Keçər, bu da keçər. Uşaq mənə uşaq. Bu yallah. Sifayzniyak. Rayonlardan, Bakılardan betərdir. Əşə hər yerin pisi də var, yaxşısı da var. Elə demə yenə. Jeton Əcəmidə... Bildikdən Əcəmidə qalasan sən də mıxını çək day. Sənin yazından başqa heç bir yazını oxuyanmıram. Həbibi əhlən, həbibi səhlən, həbibi şoni, həbibi andır, həbibi... O gün nə deyəcəkdim? Bir dənə belə pırdelka da deyirlər. Normal belə koftada şəkil çəkdirmişəm, qolu belə. İl uzun elə geyinirəm ha mən. Mənə nə yazsalar yaxşıdır. Bu da özünü açdı, bıraxdı. Pox yeyərəm ay Allah. Girib səhifələrinə baxam, götləri qalıb çöldə. Ürəyim elə ağrıdı. Dədəmin jorundan da olsun, valeriyan tapa bilmədim, olam etdi. Tüpürdüm bəxtimin içinə. Çox sağ ol, nə deyirlər üçün. Saçından yağ tökülür. Ay bala, saçdan yağ tökülər dana. Ayaqdan yağ tökülər dana. Bu saç, qoltuğumun altı yağlanmayacaq ki, saçım yağ. Saç yağlanmaq üçündür dana. Nə istsən ay qardaş, ay ana, ay bacı. Nə istsən? Heç başın yağlanmıyor, saçın yağlanmıyor. Salam dostlar, salam aleyküm. Sən dolara çatmısan, narahat. Dəyişiklik yox, fərqə bax. Əvvəlki burnum düzdür, balaca idi, balaca olmalı. Amma buralarında biraz var idi, əyriliklər. Bax. Gör, nə qədər fərq var burnumda. Görürsünüz. Həkim gəldi. İnsan yuxusuz qalanda saç tökülür. İnsan yemək az yeyəndə, ay xanım, saç hər növ tökülə bilər. Əsəbdən tökülə bilər, sinirdən tökülə bilər. Day həkimə getməyək də, mama ginekoloqlar, androloqlar hamısı buradadır. Vay Allah, cəmaat xəstəxanaya gedib doğmasın. Elə uzansın burada doğuş vaxtı. Bunlar necə başa salacaq, uşağı çıxardarsınız. Hamısı həkim kəsildi başımıza. Peşman söz danışmaq var, yuxusuzluqdandır. Hay Allah, biz bilmirdik nəyidəndir. Hər növ ola bilər, əsəbdən ola bilər, xəstəlikdən ola bilər. Saç ən çox əsəbdən tökülür, qaynaqdan ola bilər. Məndə şəxsən qaynaqdan sonra oldu. Yatmırsan ondandır, nə bilim, nəydən. Başda yoxdursa, saç tökülürsə, əsəbdəndir. Hə. Köklü yaraşmır. Ay bala, mən belə köklürəm, mən canlıda bu boydayam, balacayam. Toya gedirsən, toysuz qalasan. Oynayırsan ləhlülülü. Kamera adamı neçə kilo kök göstərir. Bu boyda yanıbı, bu boyda göstərir. Bu canlı da belədir də. Elə bilirsiniz, buradaşlar həyatda olduğu kimidir. Oğlanları görürsünüz, elə bilirsiniz, hündürdür. Azıqsadır real həyatda balaca cücə-mücə boydadır. Belə arıq-marıq çıqqılı oğlandır. Sonra nə bilim, başqaları olsun. İnsan buradakı kimi deyil ki, real həyatda tamam başqa cür olur adam. Kameradır, baxma, insan biraz kök göstərir, öndən oturursan.
Nə boydasan, nə boydasan. Get anamın dalına bax, sonra gəl mənim nə boydalığımdan daş. Atavın çörəyin yeməkdən kravata otura bilmir o şey. Özdə o Türkiyə söhbətindən sonra ev elə bahalaşıb ay bacı. Deməli bir otaq, 2 otaq, bir kuxuna, bir nə bilim nə 700 neçə manata əlim üzümdə qaldı. Çoxu uşaqlı evə vermir çünki qorxurlar aboyizadıcılar. Amma mənim qızım elə deyir. Aboyizada əl atan deyir qəti. Əlimdəki geldi həyatım. Vermirlər də, neçə yerə getmişəm, ailə. Xanım, ailəlisiz? Deyirəm ki, ailəli, nə mənada ailəli? Anam var, uşağım var, ailəm. Yox, ailəli. Ər. Elə bil, həyat ərdən ibarətdir. Ər yoxdursa, həyat yoxdur. Ancaq ər. 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 O gün birini bəyənmişdim. Elə gözəl ev idi. Getdim. Bu o qədər uladı dalımca. Uladı dalımca. Getdim, danışmışdım evə əməlli başlıca. Uladı, elə bil yasa gedirəm. Elə bil mənim meydimi yola salır. Uladı, getdim, evdə alınmadı. Bu hara getdi bu? Uladı dalımca. O qədər ağladı, uladı. Da alınmadı. Dəfə demişəm, dalımca ulama. Hə. Şeydi, həmin günü oğlan mənə dedi, gəl sabah xanım. Bu getdi. Yo, ailəli olmalıdır, mümkün deyil. Ər, ev yiyəsidir ki, əri olsun. Əri olmalıdır mütləq. Zakız kəbin. Zakız kəbin. Zakız kəbin. Normal yemək yemirəm də. Yəni bu 3 gündür buradayım. 2-ci normal yeməyimdir. Qurana and olsun. Mən neçə vaxtdır normal yemək yemirəm. Allah haqqı. Bugün bizim komandadır. Vüqar Nadirov. Şifreyimi Aybib'də eləyiblər. Aybib'də Nərgiz xanım. Biz grubuq ha, grup. Bomba kimi də grubuq. Bura getsin. Əynimdə nə var, başa düşmədim. Yox, maykadır var. Bunun altına ki, topikdir bu şey. Görsənir. Biz də manaf ağayıb oxşayır. Manaf deməyə, nə var, manaf girişimi kişidir. Hörmətli, izzətli. Manaf qadınlarla alsaqsa, pirçon manaf. Bu evdə kişi olsan, qulağın duvara koy. Manaf nədir? Manaf hörmətli adamdır. Manaf özdə. Deyil manaf olsun, deyil manaf girişimi verməkdən. Pirçon manaf. Aşağımız ver bəlkə. Eş ücrətini məhkəməyə verəm. Mənə heç kim al qaldırmayıb. Heç yaşım başı üçün dörməyə el qaldırmaq. Yoxdur, nə? Qələt ediyorsun. Hörləyə bilərlər ancaq. Çünki yazmıyor. Gül yanayında. Mən də bitmeye. Qatıq. Giç kimi sevinirdim mənə elçi gələndə. Giç kimi. Elə bilirdim yaxşı şeydir. Uçurdum göydə. Gedib saçımı zadımı düzəltdirdim. Ukladka zad elətdirdim ki, ərə gedirəm. Kilsəyə başına. Status koyurdum gülləri üzüyor. 200 manatlıq dıllığı üzüyor ki, qızlara acıq verirdim. Ərdə bir ər. Orxan çox sağ ol. Açılır da, açılır yığıram. Ona da qarış. Sevinirdim, uçurdum. Qaçdım o dəqiqə salona ki, salonda başımı düzəldən də bildi mənə. Ağzımdan çıxartdım, dedim ki, mənə həri gəlir, istəməyə gəlirlər. Lap da qoydu, istər lapuq kimi məndən istifadə edib, 5 manatlıq saç elədi 20 manata. Elə bilirsiniz, yadımdan çıxıb. Nə var az? Ərdə. Yazıq qızlar həyəcanlanır, əsir. Ana gedir qonşudan stol gətirir, yemək gətirir. Bizdə adətdə axı nə var, gələcəklər. Oğlan evi gəlir. Az həri gələndə yemək verirlər. Biz dışovka kimi yemək də qoyurduq qabaqlarına. Çox ailələr elədi. Yeməyi nuş qoyuruq az. Zəhər qoyub qabaqlarına.
Yox da. Qurana and olsun qonşudan stol gətir. Mənim qaynanam qonşuların yığıb gəlmişdi. Söz yox, qonşuların hamısını çox istəyirəm. Öpürəm, bilirəm mən buradan eminəm ki izləyirsiniz, mümkün deyil. Sizi çox istəyirəm. Prosta qaynanamın görgüsüzlüyündən danışıram. Amma o qonşular hamısı getdi oğluna qız aldı, mənim qaynanam aparmadı. Qaynanamı bir şərtlə bağışlayaram, gəlsin mənə şir atsın. Belə. Kostyum almışam. Göstərim paltarlarımı, gözləyin göstərim. Ekran tıklayın göstərim. Ay qızlar. Axır bundan sonra ciddi olacam. Verişdə geyinəcəm, görərsiniz. Partladacam. Gedim bir iki dənə də alım özümə. Deməli qızlar, sizə göstərəm ha. Oradadır bir nəfərdir. Bilirəm oradadır uşaqlar. Olsun da mənə nə? Filmin axırı nə oldu? Yaxşı oldu. Bax bu rəngdədir. Bu şalvarıdır qızlar. Əyində çox qəşəng oturur da, burada göstərə bilməyəcəm sizə. Orada geyinəndə görərsiniz, ciddi qız kimi. Leydi çox sağ ol. Ha bu tıklasın ekranı, grip olmuşsan, hə xəstəymişəm. Onu görəcə anlatmadım. Bu şeydir. Kostyumu. Bu da qarasıdır qızlar. Maşına gedəndə ciddi geyinib duracam ki, qoy mənə dəstək olsunlar. Neçə almısan? Neçə aldım? Bu qara maykadır. Ceyhun çox sağ ol. Ceyhun atma. Dünən almışam, dünən. Mənə dedilər, dünən zaddadır. Dünən almışam. Bu da şalvarıdır, bax, həmin o karitsivinin qarası. Ətəyi belə. Amma əyində çox şık durur da qızlar. Çox gözəldir. TikTok'a sənə görə girəm, mübarəkdir, mübarəkdir. Hansı keçid? 28-də keçid. Sonra bunu almışam. Bunu almışam. Qızlar, sonra bu şalvarımı almışam. Belə bir şeydir. Görmüşsünüz də videoda şalvarımı. Sonra bir dənə diz pencəyi də almışam. Bilmiyorum ama pencəyim ama süperdi. Onu gözlə göstərim sizə. Bunu stilistimin köməyi ilə almışam. Sonra budur pencəyim. Amma düzün deyil, necədir? Nə qədər istək atırlar. Pencək. Gördün mü? Bu da şalvarı. Biraz da sənin qabağına nə ilə gələcəm, səbirli ol. Canlı kayıtların atıblar. Canımdan bezdirdin. Hə, yaxşı Renka, yaxşı oldu. Şantajlarını saxla gözümə sox. Bu da şalvarıdır. Bu adam məndən əl çəkmir də. Bu da şalvarıdır qızlar. Ondan uyğunlaşdırıb almışam, ama dəst deyil. Bir də mən heç vaxt saat taxan deyiləm, amma saat almışam. Saatim nasıl? Saat xoşlamıram, amma aldım. Qəşəkdir. Bir də bunları almışam. Bunları almışam. Süperdir, əlasan. Bəli, stilimi dəyişəcəm bundan sonra. Namiyə çox sağ ol, yaxşıdır. Bir iki dənə də kofta vardı, onları ara qoymuşam, bilmirəm.